Paşinyan Rusiya ilə Ermənistan arasında Azərbaycandan keçməklə dəmir yol əlaqəsinin bərpasını tarixi hadisə adlandırıb. Ermənistanın baş naziri bunu Rusiya prezidenti Putinlə görüşündə bildirib. Paşinyan əlavə edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı, eləcə də Türkiyəni birləşdirəcək dəmir yolunun bərpasının da vaxtı çatıb. Baş nazir deyib ki, Rusiya bu yolla Ermənistana mal və məhsullar ixrac edə bilər. Bundan öncə Ermənistan hökuməti Rusiya Dəmir Yolları Qurumuna müraciət edərək Ermənistanla Azərbaycanı birləşdirə biləcək yolları bərpa etməyi təklif etmişdi. Ermənistanın dəmir yolları konsesiya razılaşması ilə Rusiyanın idarə etməsinə verilib. Bu günlərdə Rusiya buğdası yenə Azərbaycan ərazisindən keçməklə Ermənistana göndərilib. Volqayanı Dəmir Yol İdarəsinin yaydığı məlumata görə hazırki partiya 8 vaqondan ibarətdir. İlin sonunacan bu marşrutla həcmi 2000 tondan çox olan daha 30 vaqon göndərmək planlanır. Ermənistan istehlak etdiyi dənli bitkilərin 99,8%-ni təxminən 370 ton Rusiyadan alır. Qalan cüzi isə başqa ölkələrin payına düşür. Noyabrda Azərbaycan ilk dəfə Rusiya və Qazaxıstan buğdasının onun ərazisindən keçərək Ermənistana daşınmasına icazə vermişdi.